Salam əziz şahidlər, əziz balalar. Başlayaq. 40 dərəcəli buzağı radianla ifadə edin. Biz bilirik ki, 1 dərəcə pi bölünsün 180 radiandır. 40 dərəcəni tapmaq üçün 40-ı vururam 1 dərəcənin qiymətinə. Pi bölü 180. İxtisar gedir. Burada qalır 2, burada qalır 9. 9-da 2 pi. İkinci. Pi bölünsün 5. Demək, radian ölçüsü pi bölünsün 5 olan bucağın dərəcə ölçüsünü tapın. Pi bilirik ki, pi 180 dərəcədir. 180 də 5-ə böləndə eləyir neçə? 36 dərəcə. Üçüncü. 3 vur sinus pi çıx. 4 vur kosinus pi üstə gəl. 2 tanyes pi bölü 4 tapar. 3 vur sinus pi. Sinus pi'də yəni 180 dərəcədə 0. Kosinus pi'də yəni 180 dərəcədə -1'dir. Pi bölü 4 də 45 dərəcədir. Tanyes də 45 dərəcədə 1'dir. Vəssalam 0 üstə gəl 4 üstə gəl 2 bərabər 6. A variantı. 5 vurulsun. Kosinus 3 pi bölü 2'də yəni 270 dərəcədə -0'dır. Sinus 3 pi bölü 2 yəni 270 dərəcədə -1'dir. Üstə gəl kotangels də pi bölü 4'də 1'dir. Yəni 45'dir. 0 üstə gəl 2 üstə gəl 3 bərabərdir 5'ə. Sinus 60 dərəcə kökət 4 bölü 2'dir. Kosinus 30 dərəcədə kökət 4 bölü 2'dir. Tanyes 60 dərəcədə isə kök 4'dir. Bu toplanır, bunlar olur. Məxərəcdə 2 sürətdə olur. 2 kök 4 vur, kök 4 var. Yəni vur kök 4 budur. Bu ikisi də toplandı 2 kök 4 oldu. 2'lər getdi. Kök 4'ü kök 4'e vururuq. Kök 4 9. Cavabı 3. Deməli, x. X'in yerinə 45 dərəcə yazaq, həll edək bunu. Olur kosinus 2x, 2 vur 45 olur 90 dərəcə. Çıxılsın sinus 4x, 4'ü vururuq bu 45 dərəcəyə. Olur nə? Sinus 180 dərəcə. Tanyes 45, x'in yerinə 45 yazıram olur. Tanyes 45 dərəcə. Kosinus 90'da 0'dır. Sinus 180'də 0'dır. Çıx 1 də edir -1. Demək, x'in yerinə 30 yazsaq 2x olur 60. Kosinus 60 dərəcə. Yenə 3 vurulsun 30. 90 dərəcə. 6 vur 30. 180 dərəcə. Kosinus 60'da neçədir? 2'də 1. Sinus 90'da 1'dir. Tanyes 180'da da 0'dır. 2'də 1'dən də 1 çıxanda cavab olur nə? -2'də 1 və ya -0,5. Bizə deyir ki, düzbucaqlı üçbucaqdır bu ABC üçbucağı. Sinus alfa vur, kosinus alfanı tapaq. Sinus alfa, alfanın qarşısındakı katetin hipotenuza nisbətidir. A bölgədir. Kosinus alfa isə alfaya bitişik katetin hipotenuza nisbətidir. B bölgə. Bunların hasili olur nə? AB bölünsün C'nin kvadratı. Demək, A və B'nin işarəsini təyin edək. Diqqət edin bura. Bura 0, 90, 180, 270 dərəcə. Bura birinci rüb. Bura ikinci rüb. Bu üçüncü rüb. Bu dördüncü rüb. Kosinus
birinci, dördüncü rüblə müsbətdir. İkinci, üçüncü rüblə mənfidir. Bu 0 dərəcə həm də 270-dən sonra gələndə 360 dərəcə demək olur buna. Baxın, 243 dərəcə 180 ilə 270 arası. Deməli, 3-cü rüblə düşür. 3-cü rüblə kosinus mənfidir. Deməli, A sıfırdan kiçikdir. 350 dərəcə isə 270-dən 360 arasındadır. Demək, 4-cü rübün bucağıdır. 4-dürsə, kosinus 4-cü rüblədə müsbətdir. Yəni, B müsbət. A sıfırdan kiçik, B sıfırdan böyük. Cavab Y variantı. Demək, alfa bərabər pi bölü 6, yəni 30 dərəcə. Bu ifadəni tapaq. Alfanın yerinə 30 yazıram olur. 2 kosinus 30. Yəni, burada 30 yazanda 2 sinus 30 dərəcə. İkinci düz ortaq burada çıxarda bilərik. Kosinus 30-da neçədir? Kökdə 3 bölü 2. 2'lər getdi. Sinus da 30-da 2'də 1'dir. Bu 2'lər də getdi ixtisar. Qaldı. Kök altı 3 çıx 1. B variantı. Burada da yine alfanın yerinə 30 yazıram. 2 vur sinus 30. 2 alfa 30 olanda, alfa 30 olanda 2 alfa olur 60. İşte gel kosinus 60 dərəcə. 2 vur sinus 2'də 1'dir. Kosinus 60'da da o da 2'də 1'dir. 2'nə 2 getdi, qalır 1 tam 2'də 1. Vəssalam. Belə də verə bilər, 1.5 də verə bilərdi. Baxın, burada elə bir çalışma verilib. Bərabər qoyub yazıram. Bir dəqiqə. 12. Sinus pi bölünsün 6. Yəni sinus 30 dərəcədə 2'də 1. 2 vur. Kosinus 2 pi. Kosinus 360'da 1'dir. Üstəlik 3'də 1 vur. Kotangens pi bölü 6. Pi bölü 6'da 30 dərəcədə. Kotangens də 30'da kökdə 3'dür. Olur kökdə 3'ün kvadratı kvadrat kök yapardı. 4 vur. Sinus 3 pi bölü 2 yəni 270 dərəcədə sinus mənfi 1'dir. Çıx tangens pi bölü 4'də yəni 45'də 1'dir. 3 vursun sinus pi'də 0'dır. Yəni 180 dərəcə 0'dır. 2'də 1. Üstə gəl 2. Üstə gəl. Köklər getdi. 2 kvadratına. Bu 3 tane bu üst gedəcək ixtisar. Çıx 4. 4'ü 1'ə vurdum. 4. Çıx 1. Üstə gəl 0. 1 ilə 1'i yola salaq. 2'də 1'i 0.5 götürək. 0.5'in üzərində 2 gəlirəm. 2.5. 2.5'dən 4 çıxıram. Mənfi 1 tam 15. C variantı. Belə yazır. Yine çalışmada bərabər qoyaq. Həll edir. Sinus kvadrat pi bölü sinus 30'da 2'də 1'dir. 2'də 1'in kvadratı olacaq. Üstəyə kosinus kvadrat pi bölü 3. Kosinus pi bölü 3'də yəni 60'da 2'də 1'dir. Kvadrat. Üstəyə sinus kvadrat pi bölü 4. Əziz şagirdlər, trigonometriyada bilirəm ki, çox şagird əziyyət çəkir. Mükəmməl öyrənmək istəyirsinizsə, ona aid, trigonometriyaya aid də, hər mövzusuna aid çalışmalarım var. Yəni, çalışma izahları var. Kim mükəmməl öyrənmək istəyirsə, bir sözlə də belə deyək, qısa eləyim. Nömrəyə yazıb, əlaqə saxlaya bilər. Video dərslər vasitəsindən trigonometriyanı əla öyrənə bilər. Belə. Demək, üstəgəl sinus kvadratı pi bölü 4. Pi bölü 4'də 45'dir. 45'ləri kökdə 2 bölü 2'dir. Tangens kvadrat 60. Pi bölü 60 dərəcədə. Tangens 60'da kök altı 3'dür. Kotangens pi bölü 6 30'da da kökdə 3'dür. O deyir. Kökdə 3'ün kvadratı. Bundan bu onsuz da getdi bu heç. 4'də 1 üstə gəl. 4'də 1 üstə gəl. 4'də 2. Toplanır 4'də 4. O da edir 1.
14'e baxaq. Kotanges vur tanges. Alfa mənfi pi bölü üç olanda, yəni mənfi 60 dərəcə. Kotanges deyirəm. Kosinus mənfi 60 dərəcə vurulsun. Tangens mənfi 60 dərəcə. Kosinus cüt funksiya olduğundan mənfini yox edir. Müsbət kosinus 60 dərəcə olur 2'də 1. Tangens də 60'da kökdə özüdür. Mənfi olduğuna görə mənfi kökdə öz olur. Olur mənfi kök altda öz bölünsün 2. 14. 15'e baxaq. Alfa 45 dərəcədirsə sinus alfa olur sinus 45. Kotangens mənfi 45 imiş üzrü sayın. Kotangens alfada olur kotangens mənfi 45 dərəcə. Mənfidə vurulur müsbət olur. Sinus 45'də kökdə 2 bölü 2'dir. Kotangens 45'də də 1'dir. Cavab olur. Kök altda 2 bölü 2. D variantı. Mənfi 75 dərəcəli buzağı radianla ifadə edin. Birinci çalışma dediyimizə görə 1 dərəcə pi bölü 180 radian olduğundan 75 dərəcədə vururam pi bölü 180'də. 15'e gedir 5 dənə. Burada da 12 dənə. Mənfi 12'də 5 pi. Vəssalam. Keçək 17'yə. Birincidə verir kosinus 1. Kosinus 1 təqribən 1 radian gedir. 1 radianda 57.3 dərəcədir və təqribən 57 dərəcə götürülür. 57 dərəcədə kosinus, yəni birinci rübdədir. Birinci rübdə kosinus müsbətdir və bu müsbət. İkincidə kosinus 154, sözsüz ki mənfidir. İkinci rübdə düşür. Üçüncüdə. Demək, ikinci oldu mənfi. Birinci müsbət. Üçüncü kosinus 4. 4 radian. 4 radian. 4 vur 57 dərəcə deməkdir. 1 radian 57 dərəcə götürülür. 4 dəvədə 28, 4 dəvə 5, 20, o da 22. 228 neçənci rübdür? 3-cü rüb. 3-cü rübdə kosinus 0-dan kiçikdir, mənfidir. Hələlik cavabımız birincidir. Dördüncüyə baxaq. Dördüncüdə kosinus 900 dərəcə. Kosinus 900 dərəcə. Kosinus 720, yəni 2 vur 360 üstə gəl 180 dərəcə deməkdir. 360'dan sonra yadınızda qalsın. Üstə gəldisə, elə birbaşa bunun cavabı olur. Burada ancaq 180 qalır. 2 vur 360 gedir. Çevirmə üsulunun əsasında bu. Kosinus 180 dərəcədə mənfi 1'dir. Bu da bizim cavabımız olmalı. 5-ci kosinus 259 dərəcə. O da 4-cü rübdə mənfidir. O zaman bizim cavabımız yalnız birinci oldu. Səsli yanılmış əsəmləmə. Demək 90 dərəcə. 90 dərəcədə kosinusun qiyməti 0. Demək Gx bərabər kosinus x üstə gəlib 1'dir. Demək Gfx olur G 60 dərəcədə, yəni pi bölü 3. Kosinus pi bölü 3 üstə gəlib 1 olur. X'in yerinə qoyun pi bölü 3. Kosinus pi bölü 3 yəni 60'da 2'də 1'dir. 2'də 1 üzərinə 1 gəlirəm, 1 tam 2'də 1 və yaxud
1,5 və 2 A bənd. Hansı ifadənin qiyməti mənfidir? Kosinus 145 dərəcə. 145 dərəcənin neçənci rüb? İkinci rüb. Kosinus ikinci rübdə mənfidir. 125 də yenə ikinci rübə düşür. İkinci rübdə tangensin işarəsi mənfidir. Mənfini mənfiyə vuranda sıfırdan böyük. Bu olmadı. Sinus 135 dərəcə birinci rübdə, ikinci rübdə sinus müsbətdir. 195 neçədir? 180-dən sonra gəldi. Bu da üçüncü rübdə. Üçüncü rübdə tangensin işarəsi müsbətdir. Müsbəti vuranda sıfırdan böyük. 280 dərəcə neçənci rübün buzağıdır? Dördüncü rübün buzağı. Dördüncü rübdə tangens mənfidir. Kosinusda 300'də, yəni dördüncü rübdə, yəni deməli bu da dördüncü rübdür, bu da dördüncü rübdür. Dördüncü rübdə kosinus mənfidir. Mənfi deyirəm, üzrü sayın. Müsbət. Mənfini müsbətə vuranda sıfırdan kiçik. Cavab C variantı. Bu birlərə də elə belə baxaq. Tangens 130 dərəcə ikinci rübün buzağı, ikinci rübdə tangens mənfidir. Kotangens 160. Bu da ikinci rübdür. İkinci rübdə kotangens də mənfidir. Mənfini mənfiyə vuranda sıfırdan böyük gedir. Məsələn 310. Dördüncü rüb, 220, üçüncü rüb. Bunu belə yazaq. Tangens dördüncü rübdə mənfidir. Sinus üçüncü rübdə mənfidir. Mənfini mənfiyə vuranda müsbət edir. Cavabımız olur nə? C variantı. İndi 21'ə baxaq. Baxın A bəndi. Sinus 115 dərəcədə ikinci rübdə, yəni müsbət. Kosinus 115'də mənfi. Müsbəti mənfiyə vuranda eləyir mənfi. B bəndi. Gəl bu birisinə belə deyil. Buna uyğun yazaq. A, C, Y, B, D. C bəndi. Sinus 120'də ikinci rübdə müsbət. Kosinus 220'də üçüncü rübdə mənfi. Müsbəti mənfiyə vuranda eləyir mənfi. Kosinus 300'də Y bəndində dördüncü rübdə müsbət. Tangens dördüncü rübdə mənfi. 300'də mənfi. Müsbəti mənfiyə vuranda mənfi edir. B'də kosinus 210'da üçüncü rübdür. Mənfi. Sinus 310 dördüncü rübdür. O da mənfi. Mənfini mənfiyə vuranda müsbət. Bizdən deyir hansı müsbətdir? Element D-ni də yoxlayaq. Tangens 170'də ikinci rübdə mənfidir. Kotangens 190'da üçüncü rübdə müsbətdir. Mənfini müsbətə vuranda eləyir mənfi. Cavabımız bir dənə B variantı. 22. Bərabəryanın üst bucağının oturacağı bitişik beta bucağı üçün kosinus beta köşk döyüş bölü 2'dir. Deməli kosinus beta köşk döyüş bölü 2. Deməli kosinus nə vaxt köşk döyüş bölü 2'dir? 30 dərəcə. Bura oldu 30 dərəcə. Bura 30 dərəcədirsə, oturacaqdakı bucaqlar bərabərdir axı. Bu da olacaq 30 dərəcə. Təpədəki bucağı tapaq alfa. Üçünün cəmi 180'dir. 180 dərəcədən çıxırıq nəyi? 2 dənə 30'u. Oturacaqdakı bucaqları. Eləyir 120 dərəcə. C variantı. 23. Bərabəryanın üst bucağı bir dəqiqə. Beta təpə bucağı üçün tangens beta 1 bölü köşk döyüş. Tangens beta bərabər 1 bölü köşk döyüş. Demək tangens nə vaxt 1 bölü köşk döyüş? 1 bölü köşk döyüş, yəni bunu sürət mağarasının köşk döyüşə vuranda köşk döyüş bölü C-dir də. Tangens 30 dərəcədə köşk döyüş bölünsün üst. Deməli bizə deyir ki, bərabəryanın üst bucağın təpə bucağı oldu 30 dərəcə. Oturacağa bitişik bucağı tapın. Oturacağı yazaq alfa alfa. 180'den çıxıram 30'u bölürüm 2'ye. Çünki 2'dən alfa var axı burada. Alfa bərabər 180 çıx 30 bölü 2. 150'ni 2'ye bölürəm 75 dərəcə.
24'e baxaq. İki kotangens pi bölünür. Kotangens pi böldür, yəni 45 dərəcədə 1'dir. Çıx. Kosinus pi-də -1'dir. Məxrəc tangens pi bölüs, yəni tangens 60 dərəcədə kökdə üst. Kotangens 3 pi bölü 2. 3 bölü 2 270 dərəcədir. Orada 0'dır kotangensin 270'də qiymət. Vur sinus pi bölü. Sinus 60 dərəcədə kök altda 3 bölünsün 2'dir. Sürətdə oldu 2 üstə gəl. Bir məxrəcdə kökdə üstə vururam, kökdə üstə olur. Kökdə 9 bölü 2. Bu 2 qalxır yuxarı. Yəni 2 üstə gəl, 1 3'ü bölürəm. Köşə 9 bölü 2'yə. 2 gəlir bura. Məxrəcdəki köşə 9'un da cavabı 3'dür. 3'dən 3 getdi. Cavab qaldı 2. B variantı. 2 tangens pi bölü 4. Tangens pi bölü 4 yəni 45'də 1'dir. Sinus 1/5 pi 1/5 180'ə vuranda 270 edir. 270'də sinusun qiyməti -1'dir. Məxrəcdə kotangens pi bölüsün. Kotangens 60 dərəcədə. Kök altda 3 bölü 3'dür. Tangens 2 pi-də 0'dır. Yəni 360'da 0'dır. Kosinus pi bölü adı kosinus 30 dərəcə. Kökdə 3 bölü 2. Surətdə 2 üstünə gəl 1 3. Məxrəcdə də bu ifadəni buna vuranda olur kök altda 9 bölü 6. Baxın, bunu biraz rahat yolunu öyrədim. Sizə orada diqqət edin. Bunun sürət məxrəcini 6'ya vururam. Məxrəc kəsədən azad edirəm də. 6 ilə 6 7. Məxrəcdə qaldı köşdə 9, yəni 3. Sürətdə bu 3'dür. 3 vur 6. Vəssalam. B variantı. Yirmi altı. Bizə deyir, A-nın hansı qiymətində bu ifadənin qiyməti mənfidir. Baxın buna, deməli A kvadrat çıx 25 vur. Sinus 3 ayrıca yazıram. Burada yazıram. Elə 3'ü yazım. 3 radyan gedir. 3 radyan neçə dərəcədir? 3'ü vururam. 57'ye 171 dərəcə təqribən. Demək sinus 3'də olacaq nə? 170 sinus 100, təqribən 171 dərəcə. İkinci rübdə bu olacaq müsbət. Kosinus 1 57 dərəcədir təqribən. O da birinci rübə düşür, olur müsbət. Tangens 4. 4'ü vururam 4 bərabər, elə təqribən daha doğrusu bərabər. 4'ü vururam 57 dərəcəyə. 4 dəvədə 28, 4 dəvə 5 20. 228 dərəcədə. Tangens 228 dərəcədə, yəni 3-cü rübdə. Tangens müsbətdir. Demək, bu 3'ü də müsbətdir və deyir ki, bu ifadə 0'dan kiçik olsun. Ümumi ifadə. Ümumi ifadə 0'dan kiçik olması üçün gərək bu ifadə mənfi ola ki, mənfini, və bu müsbətlərə vuranda cavab 0'dan kiçik olsun. İndi bunu vurgulara ayıraq olur. A çıx 5. A üstə gəl 5. Kiçik 0. Bərabərsiz ki, bunun əhəlləsi A bərabər 5. A bərabər -5. -5 müsbət 5. Olur nə? Müsbət, müsbət. Kiçik 0 dediyinə görə cavabımız olur -5'dən müsbət 5'ə. A variantı. A-nın hansı qiymətində bu ifadənin qiyməti müsbətdir? Yəni ifadənin qiyməti 0'dan böyükdür, o deməkdir. 1 57 dərəcə. 1 radyan 57 dərəcədir. Təqribən 57 dərəcədir. Sinus birinci rübdə, yəni 57 dərəcə müsbət. 4 radyan. 4 vur 57 dərəcə.
228 dərəcədə, yəni 228 dərəcədə kosinus 3-cü rübəyə düşür, mənfidir. Kotanges 3-də, 3 radian, biraz açıqlayaq bunu. O birləri yazmadım, bunu yazdım. 3 radian 3 vur, təqribən 3 vur 57 dərəcədir. 150 o da 171 dərəcə. 171 dərəcədə kotanges 171 ikinci rübdə kotanges mənfidir. Demək 9 çıx a kvadratı vur müsbət, vur mənfi, vur mənfi. Mənfini mənfiyə vuranda müsbət edir. Yəni bu 3 dənə ifadənin hasili müsbət oldu. Cavabın 0-dan böyük olması üçün gərək bu nə ola? Bu ifadə müsbət ola. Bəli, 9 çıx a kvadrat böyük 0. Buradan hər tərəfi mənfi 1-ə vuranda olur. A kvadrat çıx 9 böyük 0. Buradan alır a çıx 3. A üstə gəlir 3. Böyük 0. Ayrı-ayrı 0-a bərabər interval qursaq. Müsbət mənfi 3. İşarə müsbət, mənfi müsbət olacaq. Burada cavabı nə olur? Bir şeyi burada nəzərimizdən qaçırmışıq. Hər tərəf mənfi vurunda bu işarəni dəyişməmiş. Burada ikinci kiçik 0 olmalıdır. Cavab 0-dan kiçik. Mənfi 3. Müsbət 3 aralığı. Kotanges x istəyir bizdən. Kotanges x kosinus bölü sinus olduğundan surət və məxrəci bölək sinus x-ə. Bax, hər bir həddi bölürəm sinus x-ə. Böl sinus x. Böl sinus x. Böl sinus x. Böl sinus x. Getdi, getdi. 3 kosinus böl sinus bu kotangensi verir bizə. 3 kotangens x üstə gəl 5. Burada bunlar getdi qaldı 1. 2 üstə gəl kosinus böl sinus kotangens x bərabər 2-yə. Tənasüb kimi bunu həll edək. 2 məxrəcə 1 yazıram tənasüb kimi. 3 kotangens x üstə gəl 5 bərabər 2 vurulsun 2 üstə gəl. Elə birbaşa vururam da 2-ni vururam 2-yə 4. 2-ni vururam kotangensə olur 2 kotangens x. Yerlərini dəyişdir. 3 kotangesdən 2 kotanges çıxıram edir. 1 kotangens x. Xətlərə ehtiyac yoxdur. 4-dən də 5 çıxıram. Mənfi 1. Kotangesinə bax, mənfi 1-dir. Mənfi pi bölü 4 üstə gəl. Pi k'da k daxildir z. Mənfi 1 kotangens x-in özünü istəyir. X istəmir. Cavab mənfi 1 y variantı. Burada da bizdən tangens istəyir. Tangens sinus böl kosinus olduğundan surət mühərrəzi kosinus x-ə bölürəm. Demək, böl kosinus x, böl kosinus x, böl kosinus x, böl kosinus x. Demək, surətdə sinus böl kosinus tangensi. Tangensi t-lə əvəzilliyə ilə 2t yazaq, işimiz rahat olsun. İşte kosinusdan kosinus x-ə getdi 1. Məxrəcdə kosinusdan kosinus x-ə getdi 1. Çıx sinus böl kosinus tangens x. Yəni, onu da t-lə əvəzilliyək. Bərabərdir 10-a. Tənasüb kimi həll edək bunu. 2t üstə gəl 1 bərabər 10 vur nə? 1 çıxısın t. 2t üstə gəl 1 bərabər 10 çıx 10t. Buradan alır 2t üstə gəl 10t bərabər 10 çıx 1. 12t bərabər 10 çıx 1 9. T bərabər 12-də 9. 12-dən 9-u x çırparsaq
Cavab oldu 4'də 3. Y variantı. Deməli, alfa 0-90 dərəcə arasındadır. Kosinus alfa kökdə 3 bölü 2. Kosinus alfa kökdə 3 bölü 2-dir. Birinci rübdə 30 dərəcədə. Deməli, burada bunun yerinə 30 dərəcə yazıram. Pi bölünsün 6 da 30 dərəcədə. 30 tegel 30 nə olur burada? 60 dərəcə. Kotaniyus 60 dərəcədə kök altda 3 bölünsün 3'dür. İndi bunu uzaqbaşı sürəti məxrəci ixtisar eləyər. Kotaniyus cavab olar 1 bölünsün kök altda 3. Məsələn, axı bu 3'ün özü kökdə 3'ün kvadratıdır. Bundan bu 7 qaldı. 1 bölü kökdə 3. İndi burada 31'də A'nı B'ni variantı yazmadım. A'nı B'ni C'ni verib bu ifadəni tap. Burada kvadrat kökü aparır. Biraz belə edək. Burada nə etməliyik? Bax ki, A böyükdürmü, C böyükdürmü, B böyükdürmü nədir? Baxın, 130 dərəcə ikinci rübdür. Sinus ikinci rübdə müsbətdir. 140 dərəcədə yenə ikinci rübdür. Kosinus ikinci rübdə mənfidir. Tangensdə birinci rübdə, yəni 25 dərəcədə müsbətdir. İndi B çıx A, B çıx A. Burada B böyükdür, A böyükdür. Baxın, A müsbət, B mənfi. Deməli, A B'dən böyükdür. B çıxa olacaq. Kökdən çıxan modulda çıxır. B A'dan kiçik, A B'dən böyük olduğuna görə bu A çıxsın B şəklində çıxır. Belə deyək də, baxın bura. Məsələn, 2 çıxılsın 3'ün kvadratıdır, düzdür. Kvadrat kök aparsa, kökdən çıxanda 3 çıxılsın 2 kimi çıxır. Məsələn, bu modulun əyək. Olur 3 çıxılsın 2. İndi burada üstə gəl. A böyükdür, C böyükdür. Bəli, A müsbət, C müsbət. Hər ikisi müsbətdirsə elə olduğu kimi çıxır. Məsələn, 3 üstə gəl 2 elə 3 üstə gəl 2 kimi çıxır da moduldan. Çıx. B böyükdür, C böyükdür. B mənfidir, C müsbətdir. Deməli, C B'dən böyükdür. Elə bax, məsələn, 2 çıx 3. Moduldan çıxanda 3 çıx 2 kimi çıxır, düzdürmü? Yəni, B çıx C olur, C çıxsın B. Mötərizə idi. Burada mötərizənin qarşısında müsbət işarəsi olanda mötərizəni yazmağa ehtiyac yoxdur. Mənfi olanlar artıq məcburuq yazaq. İndi bərabər. Bu mötərizəni açsaq, bu C ilə bu C gedəcək. Oldu A çıx B, üstə gəl A. Mənfi ilə mənfi toxuşub, üstə gəl B. B'lər 7. Cavab oldu 2A. B variantı. Bu nöqtə vahid çevrənin üzərində olası. Yəni, vahid çevrə o deməkdir ki, radiusu 1'ə bərabər olan çevrədir. Baxın, bura bir dənə x, y yazaq. Belə olanda çevrənin tənliyi gəlir ortaya olur. X kvadrat üstə gəlir, y kvadrat bərabər 1'in kvadratı, yəni 1. X'in yerində bu dayanır, y'nin yerində bu dayanır. Yəni, mənfi kökdə 3 bölünsün 2'nin kvadratı üstə gəl. M kvadrat bərabər 1'in kvadratı, yəni 1. Olur nə? 4'də 3 üstə gəl M kvadrat bərabər 1. M kvadrat bərabər 1 çıx 4'də 3. O deyir 4'də 4 çıx 4'də 3. O deyir 4'də 1. 4'də 1 də müsbət mənfi 2'də 1'in kvadratıdır. Burada alınır M bərabər müsbət mənfi 2'də 1. D variant. Deməli, ABC üçbucağında bu bucaqlara verilib. Bizə deyir bucaq B-nin radian ölçüsünü tap. Bunu işimizi rahatlaşdırmasını deməli, pi 180 dərəcədir. 180'dır. Bölürəm 5'i 36 yerdə olur. 3 vur 36 dərəcə. 108 dərəcə. Üçbucaq biraz yaxşı çəkilməyib. Düzəldim bunu. Deməli, bura oldu 108 dərəcə. B bucağı nə oldu? B çıxıcı 24. Bura
alfadırsa, C-nin yerində alfa olanda bucaq B bərabər olur 24 dərəcə üstəgəl alfa. Bu 3 dənə bucağın cəmi neçə olur? 180 dərəcə olur. Yəni 108 dərəcə üstəgəl 24 dərəcə üstəgəl alfa bərabər 180 dərəcə. 108 ilə 24 denir 132 dərəcə. Üstəgəl 2 alfa bərabər 180 dərəcə. 180-dən 132-ni çıxırıq. 2 alfa bərabər 48 dərəcə, alfa bərabər 24 dərəcə. Bucaq B-nin radian ölçüsü. Bucaq B bərabər idi, yaz nə oldu? Alfa üstəgəl 24 dərəcə idi. 24 üstəgəl 24. 24 daxil. 48 dərəcə. 48 dərəcəni də radiana çevirmək üçün vururuq pi bölünsün 180-da 12-yə ixtisar getsə 15 dəfə 12 burada 4 dəfə 12 burada oldu 15-də 4 pi. Deməli, ABC-də kvadratı 9 konkret kvadrata bölünmüşdür. Sinus alfa vur kotanges bettan tapaq. Sinus alfa vur kotanges bettan. Baxın bura. Buradan bura məsafəni tapmaq bura çətinləşir deyə işimizi biraz rahatlaşdıraq. Bu bucaq bir-birinə bərabərdir. Niyə uyğun bucaqlar var? 2 dənə paralel düz xətt, bir də kəsən. Bura ilə bura bərabər olur. Məsələn, bura bettadırsa, bura da bettadır. İndi eyni zamanda var, bura ilə də bura bərabərdir. Alfa, alfa. İndi buradan sinus alfa nəyə bərabər? Sinus alfa bilirik ki, qarşı katet, üzrü sayın. Qarşı katet bölünsün hipotenüsdür. İndi alfanın qarşısındakı dama bura nədir? Bura 2 damadda bura düzdür mü? 2'dir. Aşağıdan yazın. Hə, indi buradan hipotenüsdə tapaq. Bura 1, bura 2. Hipotenüs tapmaq üçün katetlərin kvadratları cəmini toplayıram. 2'nin kvadrat və cavabdan kök alıram. Olur kökdə 5. 2 böl kökətdə 5. İndi vurulsun. Kotanges bizə nəyi verir? Kotanges bitişiyin qarşıya nisbəti. Bitişik katet böl qarşı katet. İndi burada baxın bura. Bettaya və bettaya bitişik katet bura 1 damadır. Bəs qarşı katet bax bura. Buradan bura 3 damadır. Buradan rəngi dəyişdirək. Baxın. Buradan bura kimi 3 dama. Burada 1 dama. Olur nə? Bitişik 1 bölünsün 3. Burada kökdə 5 idi. Bunu qeyd eləməmişik burada. Deyim, məxrəcdə oldu 3 kökdə 5. Sürətdə oldu 2. Bunu sürət məxrəcini vuraq. Kökətdə 5'e. Sürətdə olur 2 kökdə 5. Məxrəcdə olur 3 kökdə 25. 25'dən 5 çıxır kök. 3'ü 5'e vururuq 15. Sürətdə 2 kökətdə 5. B variant. Demək burada f pi böl 4 yəni 45 dərəcə bərabər. Kosinus 6 vur x. 6 vur 45 dərəcə. Mətrəcə ehtiyac yoxdur. Məxrəcdə də sinus 3 vur x. 3 vur 45 dərəcə. Yox, bunu mətrəcə alaq. Mətrəcə ehtiyac yoxdur. Mətrəcə yazmasaq düz olmaz. Kosinus 6 dəfə 45 edir neçə? 270 dərəcə. 3 dəfə 45 isə
135 derece. Sinüs 135 derecede kökatda 2 bölü 2 değil. Kosinüs 270'de 0'dır. D variantı. Burada çalışmaya dikkat edin. Bak buradan buraya verip 5 düz değil mi? Demek radius 5'ti. Radius da buradan buraya. Yani bu da radius'tu, bu da 5'ti. Demek sinüs alfa karşı bölünsün hipotenüsdə. Kosinüs alfa bitişik katet böl hipotenüsdə. Hipotenüs var 5. Alfa burada. Bu bura 3'dür. Ama karşı bu yoktu. Düzbucaqlı üstə baxma, bu bura 3'dür. Rəngi bir dənə dəyişdirək burada. Bura 3'dür. Hipotenüs 5'dir. Pifagor ədədinə görə bu isə 4 olacaq. İndi bax bərabər 3 vurulsun. Sinüs alfa qarşı böl hipotenüs. Alfanın qarşısındakı katet 4'dür. Hipotenüs 5'dir. Çıx. 2 vur kosinüs alfa. Bitişik bölünsün hipotenüs. Bitişik katet alfaya bitişik katet 3'dür. Hipotenüs yeni 5'dir. Məxrəc 5, sürətdə 3 vur 4, 12, çıx 2 vur 3, 6. Şimdi 5'də 6. Açıq sualda bu. Yəqin axıra kim böləcək bunu? Cavab 1,2. Demək belə. ABCD kvadratı 25 bərabər kvadrata bölünüb. Tangens alfa üstə gəl kotangens kosinüs daha doğrusu. Kosinüs betini atırıq. Baxın bura şəkildə tam çəkmədim. Buradan bura verilib 2 dama. Bu biri isə 3 dama verilib. Hündürlük 4 dama verilib. İndi tangens alfa nəyə bərabər? Tangens alfa qarşı katetin bitişə nisbəti. Alfanın qarşısındakı 4'dür. Alfaya bitişi 2'dir. İndi kosinüs beta. Pifagor ədədinə görə katetlərdən biri 3, biri 4 olanda hipotenüs 5 olur. Kosinüs beta isə qarşı bitişik katetin hipotenüsə nisbəti, 5'ə nisbəti. 4'ü 2'ye bölürəm 2, 3'ü 5'e bölürəm 0,6. Toplayıram 2,6. Dairəvi yolda A nöqtəsindən saat əqrəbinin əksi istiqamətində hərəkətə başlayan avtomobil 5,2 radianlıq bucaq qədər qət etdikdən sonra müəyyən qədər fasilə edir. Qaldığı nöqtədən yenə 13,4 radianlıq bucaq qədər hərəkət edərək B nöqtəsində dayanır. Abi bucağın dərəcə ölçüsünün qiymətini tapın. Demək var, saat əqrəbinin əksi istiqamətində 5,4 də hara qədər gedir? Təqribən 1,4'də 1 pitdə. İndi bucağı qeyd eləmədim. Və 13 pi böl, yox 5/2 imiş, üzrü sayın. 13 pi bölünsün 4 bucağı. Eyni istiqamətdə bu qədər bucaq hərəkət edib B nöqtəsinə dayanır. AB bucağını tapır. Ortaq mərkəzdə bu oldu. Bunu 2'ye vurdum. Oldu 4. Sürətdə nə oldu? 10 pi üstə gəl 13 pi. 4'də 23 pi. O da inir 5,4'də 3 pi. Yani 5 pi üstə gəl. Üstə gəl 4'də 3 pi. Baxın bura. 5 pi nədir? Bura A nöqtəsidir, bu heçdir. Bax 1 pi bura. 2 pi gəldi bura A'ya çıxdı yəni, düzdürmü?
Təzədən 2 pi gəldi. 4 pi oldu. Təzədən pi gəldi. Gəldi çıxdı. Burada yandı 5 pi oldu. İndi üzərinə 4 pi gələcək. 4 pi. Belə yazaq da. Vururam 180 dərəcəyə. Pi 180 dərəcədir. 3 dəfə 45, 135 dərəcə. Yəni buradan gəldi bura qədər. 135 dərəcə oldu bura. 135 dərəcə gəldi. Hə, bizdən AB buzağımız. AB bax buradır. Bu bütöv 180'dir. 180'dan 135 çıxıram. Eləyir neçə? %45 dərəcə. Vəssalam. %39'da da həmin qaydada. Sadə qərbin əks istiqamətində 7 pi bölü 2 radianlıq buza qədər hərəkət etdikdən sonra müəyyən qədər fasilə edir. Yenə qaldığı nöqtədən yenə 5 pi bölünsün 4 qədər məsafə edir. BD dayanır. Ortaq məxrəcə gətirəm. Bunu vururam 2'yə. Məxrəcdə 4. Surətdə 14 pi üstə gəl. 5 pi 19 pi bölü 4. O deyir 4 tam 4'də 3 pi. 4 tam 4'də 3 pi bizə 4 pi üstə gəl 4'də 3 pini verir. Baxın dediyimiz kimi bax, A nöqtəsi burada deyək. Bir dövr olur. 360 dərəcə. 2 pi. Təzən 2 pi gəldi. Gəldi deyən A nöqtəsində. Və üstə gəl 4'də 3 pi. 4'də 3 pin də bayaq dedik ki 135 dərəcədir. Yəni buradan 135 dərəcə gəlibsə bura baxın bura. 135 dərəcə. 135 dərəcə. Elə oldu B nöqtəsi. Gəldi B'də dayandı. Bizdən AOB-ni istəyir. AOB dərəcə ölçüsünün kiçik qiyməti. Olacaq elə 135 dərəcə vəssalam. Qurtardı getdi. Bayaqında da kiçik qiymət 45. Burada isə 135. Demək, düz bucaqlı 40 kongruent kvadrata bölünmüşdür. 40 dənə kongruent kvadrat. Demək, buranı verib beta. Buranı verib alfa. Tanyens alfa. İşte gel vur. Kotanyens beta. Baxaq, görək burada nə edə bilərik. Bu buzağına bu buzaq eyni. Burada oldu alfa. Çünki xəttlər paralel. Uyğun bucaqlardır. Bu buzaqla da bura eynidir. Burada oldu beta. Dikkat edin. İndi baxın alfanın qarşısındakı kateri bax bura. Neçə damadır? 3, 7 dama. Alfaya bitişik katet 5 dama. Tanyens alfa qarşının bitişiyə nisbətidir. Alfanın qarşısındakı budur 7'dir. Alfaya bitişik də 5'dir. 7 bölü 5. İndi kotangens beta. Kotangens beta bitişiyin qarşıya nisbətidir. Baxın bura. Bura 2'dir. Bura isə 5 damadır. Demək olur 2 bölünsün 5. O da olur nə? 25'də 14. Bu sürət məxrəcini 4'ə vursam 56 100. 0 tam %56. Belə.
Alfa üstəgəl beta 90 dərəcədir. Demək, alfa ilə betanın cəmi 90-dırsa, demək, bu düz bucaqdır. Digər ikinci bucaq da 90-dır. Bura A, B, C. Bu ifadədə A bölünsün B-ni tapaq. Baxın bura. Kosinus beta qarşı katetin bilirik ki, bitişik katetin hipotenuza nisbətidir. Bunun buna nisbəti. A bölü C çıx. Sinus beta qarşı katetin C'ye. Bir dəqiqə. Sinus beta qarşı katetin buna nisbəti. B bölü C. İndi məxrəcdə kosinus alfa bitişik katetin hipotenuza nisbəti. B bölü C üstəgəl sinus alfa qarşı katetin hipotenuza nisbəti. Surət məxrəci C-yə də vura bilərik bunun və ya ortaq məxrəci də gətirib həll edə bilərik. Surəti də C-yə vurur. Məxrəci də vururam C-yə, surəti də vururam C-yə. Surətdə qalır A çıxılsın B. Məxrəcdə qalır B üstəgəl A. İndi bərabər 3/1'imiz var. Bunu həll edək. Tənasüb kimi. Olur 3 açıq 3B bərabərdir B üstəgəl A. Buradan olur 3 açıq A bərabər B üstəgəl 3B. 2A bərabər 4B. A bərabər 2B. Bizə deyir A bölü B-ni tap, düzdür mü? 2B-ni yazıram və A-nın yerinə 2 bölü B deyilir 2. Əssalam. Demək, birinci rübdə alfa 0-90 dərəcə arasında birinci rübdə tangesinə bax, bir qiymətini alır. 45 dərəcədə, düzdür mü? Demək, alfa üstəgəl 30 45 dərəcədirsə, burada alfa oldu. 45-dən çıxıram 30-u. 15 dərəcə. İndi bu 15 dərəcəni yazıram burada yerinə. Olur 2 vur sinus 75 üstəgəl 15 90 dərəcə. Üstəgəl 10 vur kosinus. 15'i burada da yerinə yanında 75'dən 15 çıxıram edir 60 dərəcə. Məsələn 2 vur 1 üstəgəl 10 vur kosinus 60'da 2'də 1'dir. Cavab elədi 7. Tangens alfa bölü 2 sıfırdırsa demək burada alfa bölü 2 nə vaxt belə deyək, tangens sıfırdır belə deyək. Tangens 0 dərəcədə 0 edir də. Buradan alfa bərabər 0. Başqa alfanın yerinə bu aralıqda elə bir ədəd yox ki, yazsaq tangensin qiyməti 0 eləsin. Alfa oldu 0. Bizə nə deyir indi? Sinus 9 vur. Sinus. Alfa üstəgəl 30 dərəcə, yəni 0 üstəgəl 30 dərəcə ilə 30 dərəcə edir. 11 vur kosinus 60 çıx alfa, 60 çıx 0, yəni o da 60 dərəcədir. Bu oldu 9 vurulsun 2'də 1 üstəgəl 11 vur 2'də 1. Elə 2'də 1 çıxarsaq ortaq vuruq 9 ilə 11 toplananda eləyir 20. 20'ni də 2'yə bölürük. Cavab eləyir 10. Uyğunluğu müəyyən edin. Sinus alfa 0'dan böyüksə birinci və ikinci rüblərdədir. Kosinus alfa 0'dan kiçikdirsə ikinci və üçüncü rüblərdədir. Ortaq rüb oldu 2. Deməli alfa ikinci rübün bucağıdır. A bəndi. Başqa heç bir ona uyğun gəlmədi. Tangens 0'dan kiçik, kotangens 0'dan kiçikdirsə hər ikisi ikinci və üçüncü rüblərdə 0'dan kiçikdir. Demək, ikinci və üçüncü rüblərdə ikinci və ya üzrü sayını üçüncü deyil, dördüncü deməkdən üçüncü deyil. İkinci və dördüncü rüblərin bucağıdır. B variantı. Sinus alfa kiçik 0. 3 və dördüncü rüb. Kosinus alfa kiçik 0.
2 ve 3-cü rüb. Demek burada ortak grup hansıdır? 3-cü rübün bucağıdır. D variantı. Burada bir variant. Demek sinus vur C variantında sinus alfa vur kosinus alfa beraber 0. Heç birində uyğun gəlmir. Sinus alfa vur kosinus alfa böyük 0. Hə, nə bax böyük 0'dır bunlar. Sinusla kosinusun hər ikisi ya mənfi olmalıdır, ya da müsbət. Bax, 3-cü. Hə, bax, 3-cüyə aiddir. Y variantı. D və Y. Uyğunluq qorunmalıdır. Bu belə bitdi. Kotangens və tangens hər ikisi 0-dan böyüksə, belə yazaq. 1-ci və 3-cü rüblərdədir. Deməli, alfa 1-ci və ya 3-cü rübün bucağıdır. Y variantı. Digərləri ona uyğun gəlmədi. Demək, sinus 0-dan kiçikdirsə 3 və 4, kosinus 0-dan böyüksə 1 və 4. Ortaq vuruq. Alfa 4-cü rübün bucağıdır. Deməli, alfa 4-cü rübün bucağıdır. A variantı. Bir də sinusla kosinusun hasili. Deməli, bu mənfi, bu müsbət. Veri bax şərtdə. Mənfini müsbətə vuranda nə eləyir? 0-dan kiçik. 0-dan kiçik D variantı. A variantı ilə D variantı. 3-cü, sinus 0-dan böyük 1 və 2, kosinus 0-dan böyük 1 və 4-cü rübün bucağı. Alfa yalnız 1-ci rübün bucağıdır, B bəndi. Digər variantlarda ona uyğun gəlmədi. Bu da belə. Keçək 46-ya Allahın köməkliyi ilə bu mövzu, bu bölmə bitsin daha doğrusu. Deməli, 1-ci alfa bərabər 75 dərəcə. 1-ci rübdə sinus, kosinus, tangens, kotangens hamısı müsbət. Onların cəmidə müsbət olacaq hasildə. Oldu A bəndi. Kosinus 75 dərəcə vur kotangens 75 dərəcə 0-dan böyükdür. O birlər ona uyğun gəlmədi. İkinci alfa bərabər 210 dərəcə. Demək bizə deyir sinus vur kosinus. Sinus alfa vur kosinus alfanın. Sonra sinus alfa üstəgəl kosinus alfa, bunları tapaq. Sinus 210'da 2-ci rübdə, 3-cü rübdə mənfi, kosinus da 3-cü rübdə mənfi, alfa 3-cü rübün bucağıdır. Hasil 0-dan böyük olacaq. Var orada, yoxdur elə bir şey. Sinus alfa üstəgəl kosinus alfaya baxaq onda. Baxaq görək nə olur. Sinus 210'u yazıram. 180 üstəgəl 30 kimi. Kosinus 210'da yazaraq kosinus 180 üstəgəl 30 dərəcə kimi. Sinus 180 üstəgəl 30 sinus 30'u verir. Sinus 30'da da ya da doğrusu mənfi sinus 30 verir. Bu da edir mənfi kosinus 30 dərəcə. 3-cü rübdə şərhlər mənfi daxil. Mənfi 2'də 1 çıxılsın kökətdə 3 bölü 2. Heç gərək hesablamazdım bu nəyə. Hesablamağa heç ehtiyac qalmadı. Çünki cəm olsa da mənfidir. Fikrim getir ki, birdən biri müsbət, biri mənfi olur. Deməli C variantı. İndi buna diqqət edin. Bu qədər silirəm buradan. Sinus 210 dərəcədə mənfidir. Kosinus 210'da mənfidir. Hər ikisinin cəmi 0-dan kiçik olacaq.
İndi tangens üstəgəl kotangensə baxaq. Tangens 210-dan kotangens 210 hər ikisi müsbətdir deyə 3-cü zirvə. Onu yoxlamalım. Cəm müsbət olmalıdır. İndi bu sinus alfa vurulsun tangens alfa. Sinus 210 dərəcədə mənfidir, tangens 210 dərəcədə müsbətdir. 3-cü zirvə. Hasil sıfırdan kiçik olmalıdır. Bəli, Y variantı. Keçək 3-cüyə. 3-cüdə alfa bərabər 316 dərəcə. Deməli, A bəndi, C bəndi, Y bəndi istifadə olundu. B bəndi ilə D bəndinə baxaq. B bəndinə nə verib? Sinus alfa vur kosinus alfa. Sinus 316 dərəcə vur kosinus 316 dərəcə. Sinus 4-cü rübdə, yəni 316 4-cü rübdə, 4-cü rübdə mənfidir, kosinus müsbəti. Mənfinin müsbəti vurduğunda sıfırdan kiçik. Bəli, B variantı. D variantında tangens alfa üstəgəl kotangens alfa. Sıfırdan kiçik verib. Görək düzdür. Tangens 316 dərəcədə mənfidir, 4-cü rübdə. Kotangens də mənfidir. Mənfi ilə mənfi toplayanda sıfırdan kiçik olur. Bu da oldu D variantı. Deməli, ikinciyə oldu. Aid oldu B ilə D. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar. Sürət qruplarına qoşulmaq istəyənlər veya gələn növbəti üçün indi nədir? May ayında onlayn dərslərə qoşulmaq istəyənlər müraciət edə bilərlər. Əməyə hörmət əlaməti olaraq, əgər başa düşürsünüzsə, dediyim kimi izahları paylaşmağı, rəy yazmağı, bəyənməyi unutmayın. Sağ olun, Allah'a əmanət.